əziz bilgələr, bu dəfə sizə Cənubi Azərbaycan 2-ci Dünya Müharibəsi illərində dərsindən söhbət edirik. Siz də məncə siz də dərsinizin yerini qeyd edin. Əvvəlcə Cənubi Azərbaycan dərsindən başlayanda danışmağa, o vaxtım keçmişdi ki, belə Cənubi Azərbaycanda Pəhləvi ağalığı dövrü var idi və bu Pəhləvi ağalığı 41-ə qədər gəlib çatır. Hansı Pəhləvi? Rıza Şah Pəhləvi söhbət gedir. Onun diktaturası var idi. Burada vəziyyət belə ki, ümumiyyətlə 2-ci Dünya Müharibəsinin istidə vaxtlarında Rıza Şah Pəhləvilərdə hakimiyyətdə olsa da İranda müharibəyə qoşulmayıb özünü bir tərəf elan eləmişdi. O özünü bir tərəf elan eləsə də, deyir, öz ərazisində Almanların kəşfiyyat işləri aparmasına icazə verirdi. Keçən dərsimizdə demişdim ki, o özünü biraz Hitlerə oxşadırdı. Bu xüsusiyyətlərinə görə də Avropa dövlətləri ona təzyiq göstərdilər. Ən böyük təzyiqin səbəbi də o idi ki, ona deyildilər ki, bəs bizə kömək elə ya da icazə ver, biz Rusiyaya kömək göndərək. Bu da razı olmurdu. Böyük dövlətdə 1 deyir, 2 deyir, 3 deyir, görürlər ki, bunu pəsənd eləmir. Axırda qoşun yeridirlər. 41-ci ilin avqustunda şimaldan SSR, cənubdan Britaniyaya qoşun yeridir İran ərazisinə. Və bunun nəticəsində İran ərazisi bölüşdürür, sonradan ABŞ da qoşun yeridilir. Amma Azərbaycanın cənub hissəsində, yaxud İranın şimal hissəsində Sovet qoşunları yerləşir. Həmin dövrdə köhnə çatda biraz geniş cümlələr vardı orada. Məsələn, qastrollara gəlməsi, ruhani idarəsinin, onlar çıxarılıbdır. Orada belə bir, amma bu qastrol məsələsində bir yüngülvari yer verilir təzəşkilatda. Deyir ki, şimaldan gələn zabitlər və yaxud digərləri konsertlər təşkil edirdilər. Bu da nə məqsədlə həyata keçirir? Təbliğat məqsədi ilə. Cənub Azərbaycanlar şimala təhrik edirlər, birləşmək üçün təhrik edirlər. Belə işlər həyata keçirirdilər. İndi isə biz keçirik Cənub Azərbaycanda xalq hərəkatının mərhələsinə. Bu dərsimizdə bəzən 21 Azər hərəkatı, yaxud da Pişəvəri hərəkatı da deyirlər. Ümumilikdə, lakin bir şeyə fikir verməli ki, dostlar, bu hadisənin mərhələləri və mərhələlərdə baş vermiş hadisələr ciddi yanaşılmalıdır. Amma bunun özü də 3 mərhələyə bölünür. Birinci mərhələ əhatə eləyir, elə 45-in yayına qədər. 45-in yayına qədər olan mərhələdə daha çox nələr var idi? Maarifləndirmə işləri həyata keçirilir, insanlara öz dilinin öyrədilməsini həyata keçirirlər, öz milli şuranın inkişafını həyata keçirirlər. Bu hadisədən sonra 45-ci ilin, belə deyim ki, yayında deyir, geosiyasi hadisələrin dəyişməsi nəticəsində Cənubi Azərbaycanda milli hərəkatın 2-ci mərhələsi başlayır. 2-ci mərhələ nə vaxt həyata keçirilmişdir? 1945-ci ilin yayı dedim, bir də 12 dekabrı, bu da 45-ci ildir. Bir yəni, burada nə qeyd edilibdir? Deyir, Cənubi Azərbaycan hərəkatının bu dövründə Pəhləvi rejimi daha çox terror və etnik toqquşmalar vasitəsilə hərəkat iştirakçılarını parçalamağa çalışır və hərəkatı yatırmağa çalışırdı. Bu mərhələdə isə hadisə daha da inkişaf edir. Nə baş verir orada? Məsələn, ən önəmli hadisələrdən biri budur. 45-ci sentyabr, oktyabr, noyabr ayında baş vermiş hadisələr. Burada dostlar, ayları öyrənmək vacibdir. Təəssüflər olsun. Məsələn, 45-ci ilin sentyabrında deyir, Azərbaycan Demokratik Firqəsi yaxud Demokratik Partiyası fəaliyyətə başlayır. Dərhal sual verəcəm. Neçənci ilə oxşar xüsusiyyətdir? Deyəsiniz 17 avqust ilə qismət olsa. Və bu partiyanın başçısı Seyid Cəfər Pişəvəri seçilir. Bu hadisə Pişəvərinin milli hökumətinə aid deyil. Buna birinci diqqət edin. Yəni, buranın əsas tələb mövzusu milli hökumətə aiddir, aid deyil. Bu şəkildədir. Sonra 45-də konferans keçirilir. 45-in sentyabrında konferans keçirilir. 45-in oktyabrında qurultay keçirilir. Qurultayda mərkəzi komitə yaranır, yenə Pişəvəri başçısı olur. Bu təzə kitabda var, köhnə kitabda yox idi. Yenə mərkəzi komitənin başçısı olması Pişəvərinin Xiyabaninin oxşar xüsusiyyətdir. Bunun ardınca 45-ci ilin oktyabrında qurultayda vacib idarəçi şəxslərin keçirilməsi haqqında yekun qərar verilir ki, kimlər idarə edəcəklərsə onlar müəyyənləşsin. Sonra mərkəzi komitə yaradılır, rəhbər kadrlar üzvlər seçilir. Bir də siyasi mübarizə daha da dəqiqləşdirilir ki, nə uğrunda mübarizə aparıq, onu bilirik. Həmçinin hərəkat 45-ci ilin sentyabrdan etibarən öz qəzetini nəşr etdirir. Azərbaycan adlı qəzet. Azərbaycan qəzetinin nəşr olması mədəni hadisədir. Bu düzdür. Amma milli hökumətə düşmür. Bu hissədə danışdığım hadisələrin heç biri milli hökumətə düşmür. Sonra 45-ci il noyabr gəlir. 45-ci il noyabrında Müəssislər Məclisi funksiyasını yerinə yetirən Xalq Konqresi çağırılır və Xalq Konqresinin qarşısına qoyduğu 2 dənə məqsəd vardır. Bir,
Bu dediyim toplu sualdır. Biri milli hökumət yaratmaq, biri də milli məclis yaratmaq. Və nəhayətində 45-ci il dekabrın 12-sində milli hökumət yaranır, milli məclis seçkilər keçirilir. 12 dekabr Azər ayının 21-nə, onlarda təqvim fərqlidir deyə bu şəkildə olur. Azər ayının 21-nə düşdüyü üçün 21 Azər hərəkatı adlanır bu. Və bundan etibarən 3-cü mərhələ başlayır və bundan da milli hökumət yaranır. İndi milli hökumətin yaradılması 3-cü mərhələ, bunu mən bayaq əslində bura 46 yazmalıydım. Deməli, neçə dedim? 1945, 1946. Milli hökumət cəmi 1 il davam edib. 45-in 12 dekabrına, 46-ın 12 dekabrına qədər. Milli hökumətin sədri Seyid Cəfər Pişəvəri olur. Buradan o tərəfə dediyim hadisələr artıq milli hökumətə aiddir. Amma bunları da bölüşdürüb deyəcəm, sizin işiniz asanlaşsın. Topluda qabağınıza nə vaxtsa çıxsa, o sualları rahatlıq işləyə bilərsiniz bu şəkildə. Birinci növbədə dostlar, ən primitiv sual budur ki, milli hökumətin gördüyü ilk tədbirlərdən biri nədir? Orada yazıb əncümənlərə seçkilər keçirildi. Dərhal yada salırıq. Əncümənlərə seçkilər keçirilməsi Səttərxan hərəkatı yaxud məşrut hərəkatı ilə bunun oxşar xüsusiyyətdir. Ümumilikdə bu hərəkatın ən böyük tələbi İran daxilində Azərbaycana muxtariyyət verilməsi. Dərhal xatırlayırıq. Muxtariyyət verilməsi Xiyabani hərəkatı ilə bunun oxşar xüsusiyyətidir. Sonra dostlar, əncümənlərə seçkilər keçirilməsi dövlət quruculuğu sahəsində baş vermiş bir tədbirdir. Bunu yadda saxlayırıq. Sonra ikinci hadisə olaraq var, 46-cı ilin yanvarında Azərbaycan dili dövlət dili elan olunur. Bir şey deyim sizə, 1-2 il bundan əvvəl qəbula bir dənə sual düşmüşdü. Baxın, bu 46-cı ildə hökumətin tədbirləri 2-ci Dünya müharibəsi dövrünə düşmür. Ümumiyyətlə 45-ci sentyabrın 2-sindən o yana olmuş heç bir şey düşmür. Ya dərsin başlığı elə verib ki, adam çaşır bəzən. Deyir ki, yox, bu düşür. Düşmür amma. Baxın, Azərbaycan dilinin dövlət dili elan olması, ümumilikdə deyirəm, Fətəli xan Xoyski, Seyid Cəfər Pişəbəri, İmam Mustafayev və Heydər Əliyev üçün oxşar xüsusiyyətdir. Dördünün Azərbaycan dilinin dövlət dilini elan eləməsi oxşar xüsusiyyətdir. Və Azərbaycan dilinin dövlət dili elan olması həm dövlət quruculuğuna aid tədbirdir, həm də mədəni tədbir hesabı oluna bilər. Bu getdimi? Sonra 46-cı ilin fevralında yeni qanun qəbul olunur. Aqrar qanun yaxud torpaq haqqında qanun. Bu qanunda nə deyir? Torpaqlar kəndlərə verilir. Hansı torpaqlar? Dövlətin mülkiyyətində olan torpaqlar, bir də buradanı qoyub qaçmış mülkədarların əlindən müsadə edilmiş torpaqlar verilməlidir. Bu, iqtisadi tədbirdir. Hökumətin iqtisadi sahədə gördüyü tədbir, sosial iqtisadi. Sonra deyir ki, 46-cı ilin mayında əmək haqqında qanun qəbul olunur. Fəhlələrin iş saatları tənzimlənir, sahibkarların arasında münasibətlər tənzimlənir, fəhlələr üzərində sahibkarların o istismarına son qoyulur, nəzarət komissiyası və s. Bu da sosial-iqtisadi tədbirdir. Bir də bizə son olaraq tədbir nə verilir? 46-cı ilin iyununda Təbriz Universiteti fəaliyyətə başlayır. Baxın, Təbriz Universitetinin fəaliyyətə başlaması Pişəvərinin milli hökumətinə aiddir. Təbrizdə pulsuz qız məktəbinin açılması isə Xiyabaninin milli hökumətinə aiddir. Bu ifadələri qarışdırmayaq. Azərbaycan dilinin dövlət dili elan olunması Pişəvərinin milli hərəkatıdır. Azərbaycan dilindən geniş istifadə olunması Xiyabanində var, onu da təzədə yoxdur. Təzədən də çıxardıblar onu. Türk dilini çıxardıblar. Təbriz Universitetinin fəaliyyətə başlaması Pişəvəri milli hökumətinin mədəni sahədə gördüyü tədbirdir. Mədəni sahə, dövlət quruculuğu, sosial-iqtisadi deyil. Dostlar, bu milli hökumət öz işini gördüyü müddətdə Pəhləvi rejimi də öz işini görürdü. Məsələn, orada köhnə kitabda Əhməd Qəvvamın adı verdi, indi onu çıxarıblar. Nəysə, Əhməd Qəvvam qonşu dövlətlərlə danışıqlara gedir. Birinci növbədə o gedir SSR ilə danışıqlara. Köhnə kitabda verdi 46-cı ilin apreli, təzə kitabdan səhv eləmirəmsə çıxardıblar, amma qoy deyim yenə də birdən diqqətindən qaçmış olar. Və SSR-yə konsensasiya təklif verir. Konsensasiya nədir? Bəzi hüquqlar verir, onun qarşılığında bir söz alır. SSR deyir ki, yaxşı, sən Cənubi Azərbaycana qarşı əməliyyat keçirəsən, mən də susacağam. Amma sən də mənə bəzi, məsəl üçün, neft quyularını verəsən, mən ondan istifadə edəcəm. Razılaşırlar. Sonra 46-cı ilin sentyabrında, təqribi deyək, payızında BMT-dəki qarşıdurmadan və soyuq müharibədən istifadə eləyir İran rejimi. ABŞ və Britaniyanın doldurur ki, SSR-yə baxın, burada özbaşınalıq eləyirlər, aləmi dağıdırlar, filan. Bəs gəlin, siz də iştirak eləyin, niyə səsinizi çıxartmırsınız? Onlar da deyir ki, düz deyil, fürsətli qoyub istifadə eləyək. Və SSR-yə biraz da təzyiq göstərirlər və bu təzyiqlərin nəticəsində SSR öz dəstəyini çəkir. Və bundan sonra 46-cı ilin noyabrında müttəfiq qoşunlar gəlirlər bizimkilərin üstünə. Təbii ki, Pişəvəri də gecəsi ilə Cənubi Azərbaycan çıxarılır. Mirzəcəfər Bağırov çıxardır onu Cənubi Azərbaycandan. Və olan kimi olur oradakı hərəkat nümayəndələrini.
Dekabrın 12-sində 46-cı ildə toqquşma olur. Hərəkat nümayəndələri məğlub olur təbii ki, çünki zəif idilər. Və bunun nəticəsində də milli hərəkat sona çatır. Hökumət süqut edir. Bir dənə nə yadından çıxmışdı? Mənim nə yadımdan çıxmışdı? Bax, onu tez deyim. Yadımdan çıxan məqam o idi ki, yenə yadımdan çıxdı. Bayaq Rıza Şah devriləndən sonra, onu deyəcəkdim ki, Rıza Şahın devrilməsindən sonra hakimiyyətə Məhəmməd Rızanı gətirilər. Buydu. Rıza Şah qaçdı, yerinə oğlu Məhəmməd Rıza Şah gəldi. O da 41-ci ildən 79-cu ilə qədər Pəhləvilərin rejimini müdafiə eləmişdi.